Dostlar, artıq iyun ayını gerdə qoymuşuq. Bu o deməkdir ki, 2026-cı ili tən yarılamışıq. Bu ildən hər birimizin müəyyən bir gözləntilərimiz var idi və ilin başlanğıcında özümüz üçün hədəflər təyin eləmişdik. Amma videonun bu yerində deyirsinizsə ki, mənim onsuz da hədəflərim yox idi. Gəlin bugün elə mövzumuzu hədəflərdən başlayaq. Bugünkü mövzumuz əslində bir stoyaçının həyat auditidir. Amma hədəflərimizi təyin etmədən, hədəflərimiz olmadan biz nəyi ölçəcəyimizi, nəyi audit edəcəyimizi bilə bilmərik. Hədəfsiz yaşamaq o deməkdir ki, bizim həyatımızı başqa insanların prioritetləri, başqa insanların davranışlarını və şərait müəyyən edir. Hədəfi olmayan insanlar nə qədər çox çalışsalar da məqsədlərinə çata bilmirlər və onlar özlərini qeyri-xoşbəxt, uğursuz hesab edirlər. Belə insanlardan tez-tez eşidirik. Mənim bəxtim gətirmir, pulum yoxdur, kifayət qədər imkanlarım yoxdur, mənə dəstək olanlar yoxdur. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, bu insanlar öz həyat istiqamətlərini müəyyən etməyiblər. Senekalın çox yaxşı bir ifadəsi var. Deyir ki, əgər bir gəmi hansı limana gedəcəyini bilmirsə, ona heç bir külək kömək etməyəcək. Ona görə də həyat auditinə elə hədəflərimizi təyin etməkdən başlamalıyıq. Bəzən insanlar düşünür ki, bu mənim nəyimə lazımdır, mən onsuz da həyatdan nə istədiyimi bilirəm. Amma bir şey istəmək, onu arzulamaq və onu hədəf kimi təyin edib sistemli şəkildə ona doğru addımlamaq fərqli şeylərdir. Birinci yol sizi istədiyiniz yerə çatdırmayacaq, amma ikinci yol mütləq sizi hara lazımda çatdıracaq. Bunu sadə bir misalla izah edim. Deyək ki, bir adam deyir ki, mən qaçışçı olmaq istəyirəm. Bunu istək kimi dilinə gətirir. Bu insan bunu nə qədər desə də, istək kimi istəsə də, hədəf kimi təyin etməyib, ona doğru addımlamadıqda heç nə əldə eləməyəcək. Düzdür, bugün dövrümüzdə manifestləmə, belə deyək də, praktikaları geniş yayılıb, vuv praktikaları, hansı ki deyir ki, oturursan, gözünü yumursan, kainata enerji göndərirsən, nə bilim 777, 888. Bunlar hamısı xurafatdır dostlar. Darren Hardy'nin bu barədə çox sevdiyim bir ifadəsi var. Deyir ki, əgər bütün gün oturub gözünü yumub vizualizasiya eləsən, axırda altından gəlib oturduğun divanda çəkib aparacaqlar. Ona görə də hərəkətsiz heç bir şeyi əldə etmək mümkün deyil dostlar. İndi bayaqki arzunu biz necə hədəfə çevirə bilərik? Əgər biz desək ki, mən qaçışçı olmaq istəyirəm, yox. Mən gələn il bu vaxt yarım marafon qaçmaq istəyirəm. Bu artıq hədəfdir. Çünki artıq bu aydındır, dəqiqdir və bir vaxt limiti var. Amma təkcə bunun özünü təyin eləməklə də biz ona çatmayacağıq. Bu hədəfə çatmaq üçün bir sistem müəyyən eləməliyik. Bu sistem necədir? Mən gələn il bu vaxtı yarım marafon qaçacağam və bunun üçün 1-ci, 3-cü, 5-ci günlər ən az 10 kilometr qaçacağam. Əgər motivasiyamız olsa da, olmasa da, bu təyin elədiyimiz sistem üzrə hərəkət eləsək, bizim uğur qazanmağımız qaçılmazdır. Bu barədə ən bariz nümunəni müasir stoyaçılar arasında ən uğurlu hesab etdiklərimin birinin timsalında göstərəcəm. Bu Arnold Schwarzenegger'dir. Arnold hələ Avstriyada yaşayan gənc oğlan ikən həyatdan nə istədiyini çox aydın şəkildə bilirdi. O bilirdi ki, dünyanın ən güclü bodybuilder olmaq istəyir və bunun üçün bir məşq planı təyin eləmişdi və dayanmadan, gecə-gündüz, həvəsdən düşmədən bu plan üzrə işləyirdi. Ona görə də Arnold nəinki dünyanın ən güclü bodybuilder oldu, həm də Amerikaya köçdü, Hollywood aktyoru oldu, Kaliforniyanın qubernatoru oldu. Yəni təsəvvürünə gətirəcəyindən də daha çox uğur qazandı. Belə bir hədəf sistem texnikası istənilən insanı uğur apara bilər. İndi sizinlə bu texnikanı bölüşəcəm, hansı ki bu texnikadan Arnold Schwarzenegger'in özü də istifadə edir. Bunun üçün ilkin olaraq gələcəkdə özümüzü necə görmək istəyirik, onu təyin edirik. 3 ildən, 5 ildən, 10 ildən sonra. Mən adətən 5 ili hədəflər təyin edirəm. Çünki dünya o qədər dəyişir ki, mən özüm də çox tez dəyişirəm. Baxıram ki, 5 il bundan qabaq tamam fərqli bir insan idim. Həyatdan tamam fərqli istəklərim var idi. İndi fərqliyəm və bilirəm ki, 5 ildən sonra da dəyişəcəm və bugün istədiklərimi istəməyəcəm. Ona görə də mənim adətən uzun müddətli hədəflərim 5 il ətrafında olur. Bunu müəyyən etdikdən sonra biz baxırıq ki, 5 il ərzində bunu əldə etmək üçün, yəni bu hədəfə çatmaq üçün hər il nələri əldə etməliyik? Yəni birinci il planımız nə olmalıdır, ikinci il, üçüncü il, dördüncü il və nəhayət sonuncu il biz nə əldə etməliyik? Və bunu müəyyən etdikdən sonra bu ili götürürük, deyək ki 2026-cı ili götürdük. Baxdıq ki, biz bu ilin sonunda nə əldə etməliyik, yəni hədəfimiz nədən ibarətdir. Sonra onu kvartallara bölə bilərik, yaxud da yarım ilə bölə bilərik. Mən adətən yarım ilə bölürəm. Və bundan sonra fikirləşməliyik ki, bizim bu hədəfə çatmaq üçün bir həftəmiz necə görünməlidir? Və bu həftənin strukturunu qurduqdan sonra plan üzrə işləməliyik. İndi gəlin bunu sadə bir misal üzərində göstərim.
Deyək ki, çox borcu olan və gəlir çox aşağı olan bir insan 5 ildən sonra mənzil almaq istəyir. Bunu özünə hədəfləyir. Bu adam üçün bu biraz qeyri-real görünür, çətin bir hədəfdir. Ona görə ki, onun çox borcu var, gəlirləri çox aşağıdır, bilmir ki, ilkin ödənişi necə toplayacaq, aylıq ipoteka borclarını necə ödəyəcək. Amma özü üçün bunu 5 illik bir hədəf kimi təyin edib. İndi bu adam baxır ki, mən birinci il nə etməliyəm, ikinci il nə etməliyəm, 3, 4, 5-ci il nə etməliyəm. Deyək ki, hədəf olur ki, birinci il borclarının yarısını bağlayır. İkinci il borclarını tam bağlayır. Üçüncü il ilkin ödənişin 30%, dördüncü il ilkin ödənişin 70%-ni və 5-ci il 100%-ni toplayır və nəhayət ilkin ödənişi ödəyərək mənzil əldə edir. İndi gəlin baxaq bu adamın 2026-cı il üzrə hədəfi nədir və etməli olduqları nədir? 2026-cı il üçün bu adamın hədəfi odur ki, bayaq dediyimiz kimi borclarının yarısını bağlasın. Bunun üçün adam nə eləməlidir? Fikirləşir və bilir ki, o öz gəlirini artırmalıdır və xərclərini azaltmalıdır. Və bunun üçün bu adamın bir həftəsi necə görünür? Deyək ki, adam təyin eləyir ki, birinci yarım ilə o ingilis dili öyrənəcək və əlavə bir hansısa ixtisasa yiyələnəcək. Deyək ki, maliyyə kursuna gedəcək və maliyyəçilik vərdişlərinə yiyələnəcək. Onun həftəsi necə görünür? Birinci, üçüncü gün ingilis dili dərslərinə gedəcək, dördüncü, altıncı gün deyək ki, maliyyə kurslarına gedəcək, həftə sonu bazar günü isə öz gəlir və xərclərini nəzərdən keçirib baxacaq ki, harda xərclərini azalda bilər. Deyək ki, artıq 6 ayın sonunda bu adam ingilis dilini müəyyən səviyyəyə çatdırdı və yeni bir ixtisas əldə elədi. Artıq ilin ikinci yarısı üçün bu adamın hədəfi öz gəlirini artıracaq hansısa bir işlə məşğul olmaqdır. Və beləliklə bu adam 2-ci il, 3-cü il, 4-cü il və 5-ci il bu sistemli şəkildə hədəfə doğru ilerləsə, 5-ci gün onun mənzil almağı tamamilə realdır. Dostlar, bu framework demək olar ki, 100% işləyir. Amma təkcə hədəfləri təyin eləmək, yaxud da sistemi müəyyən eləmək hələ işin cəmi bir neçə faizidir. Bu işin əsas hissəsi hədəfə doğru addımlamaqdır. Bu isə məsələ ən çətin olan hissədir. Çünki insanın motivasiyası çox tez düşür. Kliniki Psixologiya jurnalının hesabatlarının birində deyilir ki, yanvar ayında özünə hədəf təyin edən insanların 80%-i artıq 4 həftə sonra, fevralın ilk həftəsində hədəflərin ardınca getməyə buraxır və onu ümumiyyətlə tamamilə unudurlar. Məhz bu baş verməsin deyə, motivasiyamız düşəndə də öz yolumuzla davam edək deyə həyat audit etməliyik. İndi mən sizə bir stoyaçı kimi necə həyat audit edirəm, onu paylaşacağım. İlkin addım çox sadədir. Bir yarım ilin sonunda mən yarım ildən bir eləyirəm bu auditi. Baxırıq ki, bizim hədəflərimiz nə idi? Bu hədəflərə çatmışıqmı? Məsələn, mən özüm 2 hədəfimdən geri qaldığımı görürəm və əgər ilin sonuna doğru belə davam eləsəm, o hədəflərimə çatmayacağam. Və belə bir hal müəyyən ediriksə, o zaman özümüzə müəyyən suallar verməliyik. İlkin sual odur ki, mənim vaxtım əslində nəyə gedir? Burada sual o deyil ki, vaxtım nəyə gedir? Yəni, real olaraq, aktual olaraq vaxtım nəyə gedir? Bunu müəyyən eləməliyik. Telefonumuzun ekran vaxtına baxırıq. Daha çox hansı applarda vaxt keçirmişik? Pulumuzu ən çox nəyə xərcləmişik? Çünki pul və vaxt insan prioritetlərinin ən düzgün göstəriciləridir. Marcus Aurelius deyir ki, bir insanın həyatı onun diqqət etdiyi şeylərin cəmidir. Ona görə də vaxtımız nəyə gedirsə onu müəyyən etməyimiz vacibdir ki, daha sonra burada hansı optimallaşma lazımdırsa onların üzərində işləyə bilək. İkinci sual ondan ibarətdir ki, mən nələrdən qaçıram? Çünki bəzən uğursuzluq bizim bacarıqsızlığımızda deyil, yaxud da imkanların olmasında deyil. Uğursuzluq ondadır ki, biz işlərimizi ertələyirik. Özümüzə bu sual verməliyik ki, son vaxtlar nələri ertələyirəm, hansı işi sabaha saxlayıram, hansı danışığı aparmaqdan qaçıram. Bunları da bir kənara yazırıq, çünki orada da nəsə qaydasında getmirsə, onların üzərində işləməliyik. Üçüncü sual odur ki, mənə nə enerji verir? Burada sual o deyir ki, məni nə xoşbəxt edir. Sual odur ki, mənə məhz nə enerji verir? Məsələn, təbiətdə gəzmək, dostlarla vaxt keçirmək, idman etmək. Ona görə ki, çox vaxt biz xoşbəxtlik dalınca qaçırıq, amma ruhumuzu nəyə qidalandığını bilmirik. Bunları da bir kənara yazırıq ki, daha sonra onları həyatımıza daha çox daxil edək. Dördüncü sual ondan ibarətdir ki, mənim nə enerjimi alır? Məsələn, kimisi negativ söhbətləri, sosial şəbəkədə lazımdan artıq vaxt sərf eləmək, yox deməmək. Bunları ona görə təyin edirik ki, həyat auditi təkcə həyatımıza yeni şeylər əlavə etməkdən ibarət deyil. Bu həm də bizə xidmət etməyən şeyləri həyatımızdan çıxarmaqdan ibarətdir. Bunları da bir kənara yazırıq və daha sonra bunlara azalması istiqamətində işləyəcəyik. Növbəti sual odur ki, hansı xeyirli olmayan vərdişlər mənim kimliyimin bir hissəsinə çevrilib? Məsələn, belə özümüz haqqında fikirlər ola bilər ki, mən onsuz da disiplinsizəm, mən onsuz da
uğur qazana bilmirəm, mən onsuz da gecikirəm və s. və ilaxır. Bunlar da bir kənara yazmalıyıq ki, daha sonra bu vərdişlərin üzərində işləyək. Növbəti özümüzə verəcəyimiz sual odur ki, mən dəyərlərimə uyğun yaşayıram. Məsələn, mən deyirəm ki, sağlamlıq mənim dəyərimdir. Doğrudan da mən sağlam qidalanırammı? İdmanla məşğul oluramı? Yaxud deyirəmsə ki, ailə mənim dəyərimdir. Doğrudan da ailəmə vaxt sərf edirəmmi? Bunları da müəyyən etməliyik ki, dəyərlərimizə uyğun şəkildə yaşayaq. Bunun niyə vacib olduğu barədə dəyərlər haqqında daha əvvəl paylaşdığım videoda danışmışam. Və nəhayət sonuncu sual dostlar. Sonuncu sual da odur ki, əgər növbəti 6 ayda bu cür davam eləsə, həyatımdan razı qalardımmı? Bu sual çox vacib sualdır və əgər bu sualın cavabı yoxdursa, bu deməkdir ki, bir dəyişiklik lazımdır və bu dəyişikliyi biz nə bir ay sonra, nə bir həftə sonra, nə sabah etməməliyik, məhz bugündən başlamalıyıq. Aydındır ki, dostlar, biz həyatımızı bir gündə dəyişə bilmərik, amma həyatımızı dəyişməyə məhz bugündən başlaya bilərik. Bütün bunlar üçün nə texnikalar lazımdır sizinlə paylaşdım. Ümid edirəm ki, hədəflərinizi təyin edərsiniz və özünüzü uğurlu bir insana çevirmək istiqamətində addımlayarsınız.